Xəzər TV-də yayımlanan İncə Səhər verilişində müvəqqəti dəyişiklik olub. Bu barədə aparıcı Mətanət Əliyeva Xəzər axşamı verilişində bildirib. O, sabahdan etibarən İncə Səhər proqramının aparıcısı Vüsal Əlizadəni əvəz edəcəyini qeyd edib. Mətanət həmkarının səhhətində problem olduğunu və proqramın aparıcılığını 5-6 gün ona həvalə olunduğunu bildirib. Qeyd edək ki, bugün proqramın təkrarı izləyicilərə təqdim olunub. Əməkdar artist Lalə Məmmədova yeni görüntüləri ilə diqqət çəkib. Sənətçi Instagramda pilateslə məşğul olduğu kadrları əks olunduğu video paylaşıb. O paylaşımına həyatımın ayrılmaz hissəsi sözlərini yazaraq bununla formada qaldığını qeyd edib. Xalq artisti Röya Ayxanın müəllimi, əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, əməkdar artistlər Xəyyam Nisanov, Abbas Bağırov, müğənnilər Elnur Məmmədov və Natəvan Həbibi ilə bir araya gəlib. Sənətçi onları öz evində qonaq edib və süfrə açıb. Röya Ayxan birlikdə lentə aldırdıqları fotonu sosial şəbəkədə paylaşıb.